Hər kəs salamlayıram. Dostlar, mövzu belədir ki, mənim qarnım yekədir. İnsan var, qarnı yekədir, yəni yağ faizi yoxdur. İnsan da var ki, həm qarnı yekədir, həm də görürsən ki, yağ faizi çoxdur. İndi sən düşünürsən ki, sənin yağ faizi çoxdursa, sən səhər tezdən misal üçün ya axşam chia toxumu qəbul eləyəcəksən, 10 gün, lap 3 gün olsun. Sən düşünürsən bu yağın əriyəcək. Xeyr dostlar, bu sadəcə yəni chia toxumunun tərkibində kletçatka var. Yəni həzmi gücləndirə bilər və yəni ödəmi götürə bilər. O insan var da qarnı yekədir, yağ faizi yoxdur, şişkinlik. O da ki ilk proses. Və ondan sonra sən oturmalısan, yəni düzgün pəhrizə. Təbii ki, sən chia toxumunu da qəbul edirsən, sən oturmalısan, yəni pəhrizə. İndi insan var ki, mən axşamlar chia toxumu yeyirəm, amma nəticə görmürəm. Gün ortalarda küftə bozbaşı. Elə şey yoxdur dostlar. Amma sən istəyirsən ki, qarnındakı yağın ərisin. Ümumiyyətlə dediyim kimi insan arıqlayanda sırf tək qarnından arıqlaya bilməz. Bütün bədəndən arıqlayır. Sən mütləq şəkildə sərt pəhrizə oturmalısan. Yürüyüş də eləməlisən. Kardio elə ki, dostlar, yəni yürüyüşü, yəni qoy yağından geçsin. Əksəriyyəti deyir, mən 20 dəqiqə edirəm. 20 dəqiqə ilə bədən qızışır. Yağ itkisi 20 dəqiqədən sonra gedir. Əksəriyyəti çörək yemir, şirniyyat yemir. Deyir, mən çəkim 3 kilo, 4 kilo, 5 kilo gedir, ondan sonra gedir. O sənin getdiyin yağ deyil, dostlar. O sudur bədəndən çıxır. Və sən düşünürsən 5 il, 6 il karantindən bu yana neçə il yeyimsən, içimsən, düşünürsən, elə bir dənə neysə elədin, yağın gedəcək. Yağ belə asan deyil axı. Sən təsəvvür et, 5 ilə yığdığını sən bir ay necə çıxarda bilərsən? O baxımdan düzgün pəhriz və təbii ki, dediyim kimi insanda motivasiya olsun, nizam. İnsan var bir həftə eləyir, yəni ikinci həftə deyir, lazım deyil. Lazım deyilsə bir dəfəlik bunu eləmə. Eləyirsənsə konkret, axıra kimi tamamla yenə. Bir daha söyləyirəm dostlar, çalışın, yəni qreçkadır və yaxud yulafdır və s. yumurtadır, bunlar yəni təbii məhsullar yeyirsinizsə, onda da depo yaratma. Onlar da sən artıq yesən, yəni çəki verəcək. Düşünürsən ki, ancaq çörək, şirniyyat sənə çəki verir. Xeyr, insan var doymur, qreçkanı lap başlayır çox yeməyə. O da karbohidratdır, o da səni kökəldə bilər. Hər kəsə uğurlar.